Selamlar əziz seyircilər. Bugün Muğam Media'da çok değerli bir konuğumuz vardır. Ustad Rıza Siyami, yönetmen, yapımcı ve yazar. İran, Türkiye, Azerbaycan, Gürcistan gibi ülkelerde film çekmiştir. Şeyh Şamil, Visal günləri, Günbatan News günlərindən ada barhaq olur. Bu illər ərzində heç vaxt sənin üçün yaxşı həyat yoldaşı olmamışam. Həmişə tək qoymuşam. Həmişə tüstü, barıt qoxusu verirdim. Bacılar, özünüzü koruyun. Ceyran! Ceyran! Ben hele diriyem. Ustad, bugün sizinle İran'da Türkçe sineması veya İran Türklerinin yerli sineması üzerine danışacağız. Bilirsiniz, bu sinema yaklaşık 10 yıldır İran'da canlanıbdır ve gün ve günde filmlerin sayısı çoxalır. Aslında baktığımızda Türklerin İran sinemasında huzuru daha geçmişe dayanır. Hatta sinemanın İran'a girişinden bəri Türkleri bu sinemada görebiliriz. Örneğin Xanbaba Mu'təzildən ada parmaq olur. Hətta ilk sinema salonu da Təbriz kəndində dair olubdur. Ama tarixə geçmeden önce sizden bir sorum olacak. Biz niye bir filme yerli film deyirik? Yani bir filmi, bir sinemayı yerli yapan faktörler nelerdir? Çok sağ olun davetiniz için. Çok geniş bir mevzudur ama çalışacağım bir kısa. Yeni ben Təbriz'de bir masterclass'ta oldum. Yani bir konuda, mevzuda yerli sinema nedir? Bizde daha çok etnografik sinemanı yani sinemayı mesela İran'da Qom-Nigar ya Mərdum-Nigar deyilən sinemanı yerli sinema düşünüyorlar. Ama aslında böyle değil. Bizim çok bir önemli bir fərqlər var bunlar içində. Etnografik sinemada her zaman bir egzotik baxış var. Yani o əsər sahibi ve kənarda qıraqdan baxır şeyə. Və o qıraqdan baxdığında baxış həttəmən egzotikdir. Orada əcaib qərib şeylər axtarır. Məsələn, durub biri, biz də burada Afrikaya gedək, ya biri durub, məsələn, mərkəzdən, Tehrandan gəlir Bəluçistana, Azərbaycana ya başqa bir yerə. Orada o adli insanları gelir üçün onun əhəmiyyəti yoxdur ona. Bir şey axtarır ki, orada yoxdur. Onu çəkib və onun üçün bir dənə sinemayı etnografik adlanır, yəni dünya şeyində. Biz də indi sinemayı Qom-Nigarından. Amma bu yanlış məsələ buradadır. Bir çoxları bunu sinemayı, Qumiyə yerli sinema adlandırırlar ki, mütləq əvüzdür. Yerli sinemanın əsas kök, yəni fərqi bundandır ki, yerli sinemanı yaradan qıraqdan yox, dışarıdan yox, içəridən baxır. Yəni o toplumun, o şeyin içində olan bir adamdır. Və içində olduğu adam bunun egzotik baxışı olmayacaqdır. Yəni onun üçün heç əcib qərib şey axtarmayacaq orada. Çox adlı şeylər. Onun üçün mövzu ola bilər. Yəni məsəl üçün, indi Ərdəbildə, Təbrizdə 1001 dənə məsələ vardı. Onu biz onun içindən baxanda onu daha çox daha rahat anlayıb onu təsvir. Amma başqa bir yerdən gələndə onun üçün bəlkə şey axtaracaq ki, burada nə əzib qərib bir şey var ki, onu çəksin. Mənim nəzərimdən, yəni bu yerli sinemanın əsas faktoru olan bu. Yəni içəridən baxış və içəridən baxdıqda belki de çok sade mevzular görüp onu təsvir çəkmək. Biz bu iki dönem arasına baktığımızda yani sinemanın İran'da başlayışından farklı yönetmenler, farklı oyuncular Türk halkını sinemaya aktarmaya çalışmışlar. Örneğin Yadullah Səmədi veya Resulullah Qolipur gibi yönetmenler filmlerinde buna biz şahidiz. Su, ey semavi hediye, dünyanın bahalı kəbini, ana südünün dadı,
Gül reyhanın ətri. Ey suyun xaliqi, sən su müjdəsin verən, mən yox, kömək elə mənə. Amma özellikle Riyadullah Səmədinin filmlərində filmlər Türkçe'de çəkilsə dublaj olurlar. Əslində mən mərhum Riyadullah Səmədinin sinemasında bir şey deyirəm. Bu bir dönəm üçün çox önəmli bir yani addımdı Səmədinin filmləri. Ve yani ən azından o mərhudda olan dönemdə bir adam gəlir Azərbaycan folklorlarına diqqət edir. Amma bəziləri istəyirlər bizim bu sinemamız yerli sinemamız, elə folklorda qalsın. Folklor bir küçük, yani balaca küçük bir şeydi yani bölməsidir sinemanın. Dünyanın her yeri. Bir çok çalışıldı ki mesela bu sinema, yerli sinemaya bumu elə o folklor həddində qalsın, keçsinlər əfsanələrə və satirə, bunlara. Bundan şey elə Səmədi döneminde başlayan hobi. Yani Səmədinin biraz elə her halda o yerli sinemadan anlayışı o kadardı ki onları işledi ve yerinde de çok önemlidir. Yani ilk addımlardı ve toplumun da dikkatini çekirdi. Ve Fars dilinde de çekirdi ki biraz da çok yani şey yönetmenidir, gişe yönetmenidir. Yani sinemanı da gişe görürdüm. Benim yadımdadır bu filmi Erdebil'de ekran olanda səhv eləmirəmsə Dömrül filmiydi. Böyle bir tane salonda, sinemada filmin nümayişinden sonra bir oturum oldu. Ben orada sunucu kiminiydim. Sorular soruşana bir nefer soruştu ki bunu pul için düzeltip falan. Dedi ki tabii ki biri ki pul için düzeltmir ya o Farsçası pul badavurdası var yani yerlərdə pul ya da ki əqli bərbad rəfdə yani ağlını itirib kafasını kaybedib ya da kimsə pula fikirləşmir sinemada belə bir adamdır. Mütləq mən pulu nəzərdə tutmuşam və ona görə bu filmi də işlənəcək. O yani o İranda bir şey var. Bir sinemayı bədənə dedikləri, bir dənə sinemayı müstəqil var hər halda. Sinemayı bədənə izləniyor, o rəsmi sinema. Riyadullah Səmədi o sinemaya ait. Yani ait bir yönetmendir. Filmler çoğu da Farsçadır. Son zamanlar biraz şeylere dikkatine. Molla Gülüpur'uncunda da biraz Molla Gülüpur daha çok böyle diye şey vardı. O Türklüğüne ama o da tüm aslında bu müqəddəs müdafiə, kutsal savunma sinema İran'da deyirlər. O janra ait bir yönetmenidir ama çalıştı ki o savaşta olan Türklerin şeyin daha çok gözə gətirsin. Bunların hamısını bir addım kimi hesab eləmək olar bu yerli sinemaya. Bir balaca da olsa o şeydə öz əsərlərin qoydular ama təbii ki bu günə qədər biz hələ tam olan o yerli sinemaya yetişməmişik, qalsın ki o filmlərlə. İlk filmlere geldiğimizde yani ilk gerçek yerli filmlere geldiğimizde çok film adı gelir. Yani Rəhbər Qəmbərinin o filmi olabilir, Ev filmi olabilir, mərhum Yusuf İnegrad'ın filmi olabilir ama yani biraz incelediğimizde sizin filminize rast gelirim. Sizin Visal Günləri filminiz yani tarihine baktığımızda ilk Türkçe film olur, ilk yerli film olur. Ben filmin senaryosu size deyim ki 90'larda yazmıştım aslında. Bu Sovyet İttifakı dağılandan sonra bir belə bizim memlekette Erdebil'de çok bir farklı bir atmosfer vardı. Sınırlar açılmıştı, sərhədlər açılmıştı. Hem bizimkiler o tarafa geçirdi yani bir 70-80 ayrılıktan sonra hem o taraftan gelirdi birçok adam. Akrabalarını tapıldılar. Bəzən qalırdılar şeydə, orada bir stadyum vardı. Kimsə tapamırdılar. Mesela biri gedirdi, onları belə misafir edirdi, götürürdü, yapardı.
bizim də bir akrabalarımızdan biri uzaq, onda gəldi, biz onu gedib qarşıladıq və bir iki üç ay mən çox yaxınlaşdım buna. O da yani o 1945-46 olaylarında da sonra kaçanlardadır və böyle çok çətin günlər Sibirya falan da sürgün edilmişdi. Ama çok ondan söz mən deyim ki çıxarda bilmirdim çok yaxınlaşandan sonra da. Ama o çok da o şeyler məndə öz etkisini koydu ve o senaryonu yazdım mən 90'da. Ama kimse Erdebil'de televizyonda falan da onu şey deyəndə hiç yani önem veren olmadı. Sonra kaldım ben Tehran'a yalandan sonra yine bir televizyona başka yerlerin hayat bazı yerlerin kömeğiyle onun çekime başladık ama o bütçenin az olduğu için biz onu o zaman negatifinden yok video çektik ki sonra mesela ne olsa yani ekrana görsün imkan var sonra götürək şeye ve senaryo da çok uzundu aslında. Ondan bir 8 bölüm serial çıkarttık. Bir tane de 2 saatlik film. Ama da ekrana şey olmadı. Biz bunu sadece televizyonlardan hem Farsça, bir Azerbaycan dilinde çekildi o. Farsçaya dublaj oldu. Azerbaycan dilinde çekilmeye yani bir tane şansım oldu ki benim gedib o başrolun ifaçısını Azerbaycan Cumhuriyetinde olan oyunculardan seçtim. O da çok tanınmış. Yani bütün Sovyet İttifakı'nda tanınmış. Rəhmətli Kəsən Məmmədov'u mən görüşdüm. Bəyəndi senaryonu və çox maraqla, yəni çox şeylə gəldi və filmin başlığında ifa elədi. Və ona görə də bizdə bir neçə nəfər Fars oyuncu da vardı. Bütün o zaman biz profesyonel oyuncu o qədər yoxumuzdu da. Onlar da məcbur elədik ki, diyalogları əzbərləsinlər Türkçə. Məsələn, rəhmətli Şahlı Bəxşayi idi. Ama seçimimiz böyleydi ki İran'da olan da Azerbaycan oyuncuları seçmişti. O film o dönemlerde yayıldı. Yani İran birinci kanallarından bu uluslararası kanallardan. Səndən bir söz soruşmaq istəyirəm. Soruş da. Mənə inan, sənə kömək eləmək fikrindəyəm. Abi inanırım. Vallahi ne diyeyim seni de var eylemişim. Yox, bu Yadullah kimdi axı? Neyinirsen Soruşuram. o da adamdı da. Yox, düzünü de. Həqiqəti bilmək istəyirəm. Sen kimi, benim kimi, Heydər kimi adamdı da, Allah adamı. Yaxşı, yaxşı. Sonra? Daha dedim de. Ben ondan qabaq yani özüm de aktardım görüm ki varsa mesela biri Türkçe film mesela baktım ki var mesela aşık falan mı olsun ama Farsça seçilibdi. Ona göre ben de elə bilirəm ki ilk filmdi ama yine biri tapıb getirsə ondan əvvəl çəkibdi mən sevə-sevə qəbul edirəm. Və Visal günlərindən sonradır ki İranda yavaş-yavaş Türkçe belgeseller, Türkçe kısa metrajlı filmler ve Türkçe uzun metrajlı filmler çekilir. Ev filmi, Dere filmi, Kömür, Atabay gibi filmler çekilir. Əlbəttə burada çox ara vardı. Yani ben onu 98'de çəkdim. Yine 2000'de de ben Şeyh Şamil'i çəkdim. Ondan sonra mesela o filmi çəkilir rəhbər Qəmbərinin ama yani orada donur sanki. Bunu davam edən olmur, özü de daha davam eləmir o şey. Gəlirik biz ne vaxta? 2015 yıl. 15 yıl yani bizde. Ama xoşbəxtlikdən bu 15 ildə bizim gənclər qısa film yani sahəsində başladılar. Belə ki, yani bu gənclərin qısa filmləri yavaş-yavaş demək olar ki, hamısı Azərbaycanın Türkçəsində oldu. Yani və bu gün də %1-2 bəlkə Fars dilində ya başqa şey Azərbaycanın şəhərlərində qısa film çəkilir. Hamısı Türkçə. Bu qısa film çəkənlər yavaş-yavaş şeyə təcrübə elədilər və o profesör və tam metrajlı sinemaya daxil olmaqla birdən bir hərəkət başlandı. Hərəkəti başlayan əslində rəhmətli Yasar Müsbey Nəcad və onun
filminin başarılı olmağı idi 2015-də. Saçıvatıma başı var. Cənazə olan evə məmur gətirməzlə pis işdi. Görsən ki, bunlar əzadardı. Başı var Aç tam adam məcbur etsinlər hər iş görər. Hər kəs o işi görsə qeyr olar. Mən zəfru məmura tökümrə cənazəni aparaq görüm kim qərə alır. Baxıra qardaş, görüşür sən keçi səhv eləmək üstünə ha. Ulan danışığı başı az başınla danış. Səfiyyə ki varın. Qonağın hörməti vacibdir, amma hər zadın bir əndazəsi var. Ulan sən hörmət bilən olsan qoymasan cənazə qoxuya. İnşallah öz cənazən qoxuyacaq. Həm Milli Fəcr Festivalına çox çətinliklə film yəni getdi, amma juri heç bir önəm vermədi. Amma beynəlxalq uluslararası fəcrdə ondan 2-3 ay sonra keçirilirdi da, mayısda. Orada birdən üçün xarici jurilər də vardı. Onlar filmi çox bəyəndilər və İranlılar da xanım Mu'təmədari o juri idi, Sədr Amini və xaricilər də var. Film ən yaxşı senaryo, ən yaxşı film və ən yaxşı netback ödülünü qazandı. Bunun bu müvəffəqiyyəti bizim sinemamızı, yəni Azərbaycan sinemasını canlandırdı. Yəni birdən-birə hamı baxdı, gördü, türkçə film bu qədər istiqbal olur. Məsələn, film dərgisi vardı bizdə çox qədimdən, yəni 80'lərdən bu çıxan şeydi, ilk və yəni İstanbul Vilabından, devrimdən sonra ilk sinema dərgisidir. Onun bütün yazarlar, şeyləri, eleştirmenləri, tənqidçiləri filmi çox böyük bir şeylə yəni dəstəklədilər. Və üçün rəhmətli ki, Müsfi Nəcəd özü də mən dərgidə bir zamanlar yazılar yazardı. Məsələn, bunun bu müvəffəqiyyəti çox şey, onun dalıca, məsələn, Kömür gəldi, İsmail Hüseyin, Qocalan gəldi, Rıza Canani, sonra Bəhməngil, Bəkşgil gəldi, ondan sonra Atabayev. O bir ayrı bəhsdir. Mən Batıva ilə Boğayətin Mehdi istəyirəm arada şey. Bunlar bizim Azərbaycan müstəqil sinemasıdırlar. Bu arada bir neçə filmdə var. Başqa yerə məsələn Arpa Çayırlıqnaməsi və ya Dalinin Qaban Ağaya Sərəfeyradı məsələn. Tərlan var Ərdəbildə məsələn. Bunlar sadəcə festivala da çox getmədilər, ona görə deyirəm ki. Amma internet platformlarında yayılırlar. Hala da orada izləyə bilərsiniz. Bu bizim bu sinema bizim Azərbaycan türkçəsində bağımsız sinema və az büdcəli sinema idi. Yəni büdcə bəsində yox həddində bir şey idi. Yəni uşaqlar yığışıb bir yerə ondan işləyiblər. Amma bu arada bir dənə başqa bundan paralel sanki şey başlandı. Türkçə film, amma böyük büdcə ilə, starlarla və önəmli tərəfdir ki, yönetmen də Azərbaycanlı deyil və İranın xanım starlarının biri, sonra yönetmenlikdə edib. Senarist Azərbaycanlı, onu da hamı filmlərdə başqadır görüb, dənə rəsmi hökuməti, sipariş filmlərdə sanki onun oyuncusudur hər zaman. Belə bir adam tanıyırdı, bunu məsələn Hicazi Fəri, amma əslində bu təhsili almış, çox savadlı bir, amma oynadığı filmlər hamısı bunu tamaşaçıda bu təsəvvürü yaratmışdı ki, bu sifarişi bir şeydir, filmlərdə oynayan bir oyuncudur. Bu film bir təzə bir yol açdı bizim şeyə deyə bilərəm ki, həm starları istifadə eləmək. Məsələn, Cavad İzzət 2001 İranda çox bahalı bir oyuncudur və star tanımı. Çox adam bilmirdi bu Azərbaycanlı. Özü də istəmir, özü də deməyim hətta, özü də biləm ki, neçə yerdə demişdi yox, amma bu filmdə də çətinliklə Azərbaycan türkçəsində danışır. Və bu birdən bizim sinemamızı sanki bu müstəqil sinemadan o ayına paralel olaraq bir dənə şey sinemasıdır, rəsmi sinema ya gişə sineması ya ticari sinema, hər adın qoyacaq. İranda sinemayı bədənə deyə. Burada məsələn, Yeşilcan məsələn, o şeyə də apardı. Bu film çox yaxşı, özünə görə satışı çox yaxşı idi. Türkçə olduğuna görə yəni o satışı çox yaxşı və bir çox xaricdə yəni. Bu film Kaliforniyada ekran olub, Toronto'da ekran olub, Londra'da ekran olub, təəssüflə İstanbul'da ekran olub.
من داستان زندگی تو میدونم. آیدین خواهر تو این باغ. Yoxsa sıçdı içələ. Bu da anası rəhmət kimi dəliydi. Böyük yanında dəliydi. Vallahi qardaş da dəliydi. Bana neynəmsən? Kimə deyəsən bir zaman buracan çiməydi. Sadem dur! Sadem! Bu bir yol açtı. Dağlıcan yenə də Moğiyyət Mehdinin durumu məsələn tərcüməsi. Bu da bizim Türkçe sinemayı bir başqa tərəfə apardı. Yəni İranda bir yaranmış can var. İran sinemasında özəlliyi var o da. Müqəddəs müdafiəyə, kutsal savunma ki, İran-İraq müharibəsində çəkilən savaş filmləridir. Burada bir Azərbaycanlıların bir çox tanınmış komutanı olmuş Mehdi Bakirik və o insanların hamısı o siyasi şeylərinə baxmayaraq, yəni inanclarına, bu insanın şəxsiyyətin, karakterin, yəni bildikdə çoxunu sevərdilər. Yəni bizdə Azərbaycanlıların hakimiyyət adamı olar, qeyri-hakimiyyət adamı olar, müxalif olan, yəni müasir olar. Mehdi Bakir düşün, ondan mütləq yaxşı sözlər yəni söyləyəcək. Bu film onun haqqında və onun əslində bəzi sözlər də var içində filmin ki, deyilməmiş deyirlər. Çox sözlər də vardı deyilə bilərdi, amma imkan yoxdur təbii ki, onları deyilməyə. Amma bu film bizim sinemanı yenə də bir ayrı yol açdı. Yəni bizim Azərbaycan sineması bu janrada girə bilir və bu janrada da çox müvəffəq, yəni başarılı bir film ortaya çıxardı. İndi bundan sonra da bu yol mənim yəni fikrimcə hər iki yəni paralel olaraq həm müstəqil sinema, bağımsız sinema, həm gişə sineması paralel davam eləməlidir. Biz tam müstəqil sinema festivalları düşünsək biz toplumu itirib kaybedəcəyiz. Yəni o zaman filmlərimizin şeyi də olmayacaq, yəni budca dönüş də olmayacaq və bir yerdə dayanacaq bu sinema. Yəni da 2 dənə, 3 dənədən sonra davam etmək mümkün deyil. O yüzden mən belə düşünürəm ki, yəni biz komediya indi ən çox dünyanın hər yerində satan komedi filmlərdir. Mütləq bu komediya girməliyik, melodrama getməliyik, ondan sonra həmin məsələn o müqəddəs savaş filmlərini davam eləməliyik, çünki var çox mövzular kələ danışılır. Üstad, bu sinemaya baktığımızda göze çarpan bir mesele vardır. O da location, mekandır. Yani saydığımız filmlerin çoğu baktığımızda kentlerde, köylerde çekilir. Yani biz şehir mimarisini bu filmlerde görebilmiyoruz. Halbuki mesela dünya sinemasında baktığımızda şehrin mimarisini kullanırlar. Bu şehri tanıtsınlar, turist cezbetsinler. Ama bizim sinemamızda təəssüflər ki, bu yoxdur. Bunu İran sinemasında da görə bilirik. Sadəcə İrandakı Türkçe sinema deyil. Bence yani bu yönetmenin o dünya görüşündən, bakış açısından gəlir. Yəni bir yönetmen şəhri, kəndi yaxşı tanımırsa, o mövzulara da girə bilmir təbii ki. Ola bilir şəhərdə yaşayırlar, amma çox şeydir, yabancıdır o. Bizim bəzi filmlərimiz məsələn, bir çoxu məsələn köydə, kətdə keçir. Sanki yönetmen o adamları, o insanları daha yaxşı tanıyır və o tərəfə gedir. Amma şəhərə gələndə bir tərəfdən də bu mənfi tərəfi də var ki, hər zaman fikirlər bu yerli film şəhərdə olmaz. Çünki şəhərdə hamı modernləşib və yerli film olmağa həttəmən yerə nə bilim, geyimlər şey olsun, bəzi yerlərdə məsələn o gələneksel geyim olsun, bakir olsun. Məsələn bir yer olsun ki, işin görmür ki, yine o egzotik şey üzərindən əcib qərib bir şey olsun. Adlı bir şey olanda bunlar üçün məsələn televizyonda da mənim yadımdadır. Məsələn Ərdəbildə serial çəkmişdilər. Məsələn coffee shopda oturur 2 nəfər. Mərkəzdə bunları bəyənmirdilər. Ərdəbildə məsələn coffee shopda niyə otururlar? Sanki Ərdəbildə məsələn coffee shop olamaz kimi bir şey düşünürlər.
Amma Ərdəbil deyəcəyin, məsələn, götürürsünüz, adam atla gəlir, məsələn, bir dərə binibdir. Onda dində bu film yerinlidir. Elə bir şey çox yanlış və çox bizim şeyə zarar verən bir düşüncədir. Mütləqa yəni bundan uzaqlaşmamız lazımdır. Bizim şəhərlərdə, kəndlərdə daha çox konumuz və daha çox problemimiz var bugün məsələn. Böyük şəhərlərdə, Təbriz kimi məsələn, küçük şəhərlərdə məsələn, başqa cür onlara tərəf getməmiz və yəni vacib şeylərdən, məsələlərdən. Bəlkə büdcədir, məsələn, köydə, kəndə işləmək daha rahat, daha ucuz bitir. Amma belə məsələn, bəzi yönetməklə qısa filmlərindən xatırlayıram, köydə işləyib, amma əslində köylü də deyil. Amma niyə süjəsi, konusunu hər zaman oradan seçir, o mənim üçün də sual yeri var. Yəni, belə düşünürəm ki, sadəcə o düşünür ki, yerli film olmaq üçün kənd, köy daha rahatdır və o daha əlvericidir. Başqa bir məsələ, problem də sponsor və göstərim, satış məsələsidir. İranda yabancı film göstərimi olmadığı üçün seyircinin gözü alışmayıbdır sinemada alt yazı izləyə bilsin. Mən xatırlayıram, ev filmində birkaç festivalında göstərimində seyircilər salonu tərk etmişlər. Sırf bundan ki, o alt yazıyı oxuya bilmirdilər. Bu satışda da yəni sorun yaratır. Və baxdığımızda bir çox yönetmen birinci filmini kendi sərmayəsilə çəkir, ikinci filminə gəldiyində artıq sponsor bula bilmir. Bu məsələyə necə baxırsınız siz? Ben sponsor meselesini biraz olan efendim. Sponsor meselesinde iki şey var. Bizim iki növ sponsorumuz var. Biri yani pul verir ki pul götürsün, yani kazanç için pul koyur. Tabii ki müstakil dediğimiz sinemayı hiç vaxt şey göstərməyəcək. Bir sponsor var, mesela cüzi rəqəmlər, sadəcə kültürel mədəni amaclı bir şey. Bilir o pul dönməyəcəkdir buna. Amma cüzi məbləğlə istəyir ki, bu hərəkətə bir kömək olsun. Amma o alt yazı bəhsində mən belə düşünürəm ki, bunlar yalan deyirlər, yəni alt yazı olur, biz oxuya bilmirik. Bunlar səhərdən axşama Amerika filmlərinə alt yazı ilə baxırlar. Bizim Türkçə filmə gələndə nə cür alt yazı oxuya bilmirlər? Bunlar yalandır, bunlar istəmirlər fars dilindən sonra başqa dildə film çəkilsin. O jurnalist var da durdu, o Atabay filmində orada rəsmidir, belədir, elədir və icazə fərd onun cavabını yaxşı verir. سوال دوم زبان رسمی کشور ایران پارسی است. این چه مدل فیلمسازی است که در کشور ایران مخاطب ایرانی باید فیلم ایرانی رو با زیرنویس پارسی ببینن؟ باز سوال ایشون بله هستش. سوالی. من اصلا اعتقاد ندارم. خب حتما مگه فیلم های اتفاقا به نظر من ما خیلی کم کار کردیم فیلم های در مورد اقلیم های دیگه، زبان های دیگه ای که توی ایران وجود داره. تو و نه هیچ کس دیگه حق توهین به زبان ترکی رو نداره. اجازه بده دستتو بیار پایین قربونت برم. اجازه بده. آقای اجازه صبر بفرمایید. اجازه بده. آقای اجازه. اون به نظر من نظر بی ربط شماست. زبان ترکی اجازه بده. طبق قانون اجازه بده. طبق قانون اساسی اجازه بده. من اینجا باید از دفاع کنم. گوش کن برادر من. اجازه بده. اجازه بده آقای گبر. طبق قانون اساسی داد نزن آروم. طبق قانون اساسی ادبیات ترک باید توی ادبیات دانشکده ترک تدریس بشه. Məsələn deyirəm, bir film var, çox diyalogu var, alt yazı yerlərində yorucudur falan. Bu eyni biz Amerika filmlərinə də baxanda bəzi diyaloq çoxdur, biz baxanda yoruluruq. Məsələn, saxlayırıq, əgər video evdə baxırıq ya məsələn. Ya sinema salonunda bunlar bəhanədir hamısı və bunların o qeyri-sadiq olmaqlarını göstərir bu adamlar ki, bu mövzu işarə edirlər ki, yox, niyə biz alt yazı oxuya bilmirik, getmişsiniz farsça çəkin. Siz oxumayın, heç. Bir dəfə keçən bu İstanbulda məndən soruşdular ki,
Bəs bu filmləri türkçə çəkdikdə sizin müxatabınız, tamaşa izləyiciniz azalır. Dedim onda bizim elə türklər bizim filmləri izləsə biz yaxşı iyice kazanarız heç başkası izləməsin. Yəni biri alt yazıya görə istəmir filmə baxsın, o problem o kəndisindədir. O zaman Amerika filmlərinə də oturub baxmaz. Amma böyle mən heç qəbul eləyə bilmirəm ki, bu bir problemdir. Biz hamımız 2-3 ildə bilsək hər halda yenə bir dil rastlaşacaq ki, onu bilmirik. Məsələn, İngilis dilini indi çox uşaqlar bilirlər, heç alt-yazı ehtiyacları yox. Amma filmlər hamısı İngilis dilində deyil. Avropa sinemasında yenə də İngiliscə alt-yazı ilə baxacaqsan ona, ya Farsça ya Türkçə alt-yazı ilə baxacaqsan. Amma sponsor məsələsi məncə buna şey yox. Amma məsələn, bu ilki Fərs festivalında məsələn, Beruz Əfxəminin dediyi kimi çox alt-yazılı idi. Məsələn, o ön juri yoruldu, baxa bilmədi. Bu biraz haqsızlıq etməkdir yəni. Çünki mən o filmin həm yapımcısı ilə, həm yönetməni ilə ki, mərhum oldu, rəhmətə yetdi, Qolçaq filmi. Daha yəni, bu filmin ilk aşamasında mən o işin içindeydim, bilirəm ki. Bir ön juri üçün çox ayıb bir şey ki, deyə biz alt yazını oxuya bilmirdik, ona görə elə filmi, amma bilirdik film çox gözəl film olmuşdu, çox fərqli filmidir filan. 2 dəfə baxardınız, dayandırıb baxardınız. İstəmirdiniz, bahanə axtarırdınız və heç Türkçə olmağı da bu filmin deyil, Türkçə olduğu üçündür başqa. Sonra da gördüm ki, məsələn, özlərdə dedilər ki, başqa şeylər çıxarıblar. Amma bu tərəfdən eyni ildə bir başqa Türkçə film bir çox ödül aldı. Məsələn, Moğiyyəti, Mehdinin durumu üçün mövzu olaraq hər halda sistemin, hakimiyyətin istədiyi mövzu idi. Amma Türkçə idi. Türkçə olmağına da heç bir etiraz edən olmadı ki, bu niyə Türkçə? Arada bir soruşan oldu, onda eyni şeydir. Yenə də Türkçə filmdə biri soruşdu. Dedi, valla bu şeyin hamısı türküdülər, savaşda da Türkçə konuşurdular. O zaman mən Farsçaydım. Orada bir Fars varmış, tam bu Aşura, bilmiyorum Türkçesini olur, leşkə, ben unuttum. 10.000-15 bin insan olur yani bir tane şeyde. Orada bir Fars vardı, hamı Türkçe konuşurdu. Ona göre filmde mecburen Türkçe çekmek. Ama o yerdeki başka Farslarla orada film Farsça olur. Bunlar benim açımdan bunlar niyyət şeyleri sağlam olsa, bunlar heç bir problem, önemli bir problem deyil. Hamısı böyle. İndi gedişat da belədir, yəni bizdə də azdan çoxdan bizim bu pandemi mən fikir edirəm ki, bizə çox zərbə vurdu. Yəni pandemiyadan qabaq bir ilin içində 6-7 film planlanmış və hətta büdcələri zada da olur. Pandemiya dayandırdı bunu solda, amma ildə 1-2 tam metrajlı film hər halda olacaq kimi məsələn görsənir. Yani dediğiniz gibi filmler sadece İran'daki Türkler izlesem bizim için yeterlidir. Son olarak bundan sonraki yolu necə görürsünüz? Dediniz Türkler izlese bize yeterlidir ama izlemirler. Biz her zaman ben deyirdi bu traktör takımının maçına gedenler, müsabakasına gedenler gəlir filmlere onun %1'i gelse bizim filmlerimiz satar ama sanki bunun səbəbini nədə görürəm ki, bizim bu sinemamız heç bir əyləncə bir karakteri yoxdur. Biz mütləq bu sinemada əyləncə karakterli aşk hikayələri, komediyalar, melodramlar çəkməli ki, o genel olaraq toplum gəlsin filmə olsun. Biz festival filmi çəkirik, ondan sonra gözləyirik ki, məsələn, futbol takımına gedib, məsələn, futbol maçına baxan gəlsin, olsun bizim festival filmdə baxsın, məsələn, hansısa fəlsəfi məsələdən orada söz açırıq.
O gəlməyəcəkdir, biz özümüzü yormayacaq bunu. Gələcəkdə mən inanıram ki, qısa film çox yəni gözəl davam edir. Festivallara falan. Təbii ki, onun bir satış şey yoxdur. Amma tam uzun metrajlı filmlərdə də hələlik mən belə baxıram ki, yəni durumlar da İranda, yəni ekonomik cəhətdən, həm başqa məsələlər heç bəlli başlı bir şey, yəni bir şey yoxdur. Amma bir dənə, iki dənə filmə inanıram. Məsələn, bu il hələ bu günə qədər bizim bu ilki Fəz festivalına türkçə film yoxdur. Amma İranda belədir ki, daha çox filmlərin Ekimdən sonra çəkimə başlayırlar və qaça-qaça, koşdura yatırıb bunu Şubatda festivala getirirlər və bəlkə bir-iki şey var, çəkilsin o vaxt. Ustad, gəldiyiniz üçün çox təşəkkür edirəm. Çox gözəl bir söhbət oldu. Umarım daha gözəl və daha güclü filmlərə şahid olarıq. Çox sağ olun, mən təşəkkür edirəm dəvət üçün.